Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Zaqatala rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Qəza axşam saatlarında Zaqatala Qax avtomobil yolunun rayonun Muxaq kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, qaz 3110 və motosiklet toqquşu olub. Hadisə nəticəsində motosikletin sürücüsü aldığı xəsarətdən ölüb. Faktla bağlı araşdırma aparılır. Baş Dövlət Yol Polisi İdarəsinin səhhətində ciddi problemlər olan sürücülərə müraciət edib. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən verilən məlumata görə, ötən gün saat 21:14 radələrində Bakı-Şamaxı Yevlax avtomobil yolunun Müşfiqabad qəsəbəsi arasından keçən 25-ci kilometrliyində Fərid İsmayılovun idarə etdiyi Toyota Prius markalı avtomobil beton konstruksiyalı ara kəsməyə çırpılıb. Sürücü hadisə yerində həyatını itirib. İlkin məlumata əsasən qəzanın sürücünün səhhətində yaranan problemdən qaynaqlandığı ehtimal olunur. Baş Dövlət Yol Polisi İdarəsi son vaxtlar analoji hadisələrin sayının artmasını nəzərə alaraq bir daha səhhətində ciddi problemlər olan sürücülərdən sükan arxasına əyləşməməyi, yaşanmış acı təcrübələrdən düzgün nəticə çıxararaq özlərini və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atmamağı, ağır xəstəliyi olan sürücülərin doğmalarından isə bu kimi hallara qarşı barışmaz mövqe tutmağı xahiş edir.